Bismillahirrahmanirrahim. Allahın qəzəbinə gəlmişlər və yolunu azmışlar kimlərdir? Haqqında danışılan ayədə bu iki dəstənin bir-birindən ayrılması onu göstərir ki, bunların hər biri ayrıca qrupa şaridir. Bu iki dəstənin arasında hansı fərqin olması barədə üç fikir mövcuddur. Bu iki ifadənin Allahın qəzəbinə gəlmişlər və yolunu azmışlar ifadələrinin Quranda işlədildiyi ayələrdən belə nəticə əldə edilir ki, Allahın qəzəbinə gəlmək yolunu azmaqdan daha pisdir. Başqa ifadə ilə desək, yolunu azmışlar adi azğınlardır. Allahın qəzəbinə gələnlər isə inadkar azğınlar və yaxud münafiqlərdir. Buna görə də bir çox ayələrdə Allahın qəzəbi və lənəti onlara aid edilmişdir. Nəhl surəsinin 106-cı ayəsində deyilir: Kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə atsa, Allahın qəzəbinə düçar olar. Başqa bir ayədə belə deyilir: Allah özü barəsində pis fikirli olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların möminlər üçün arzu etdikləri xoşagəlməz hadisələri təkcə onların özlərinin başına gəlir. Allahın onlara qəzəbi tutmuş, rəhmətindən uzaqlaşdırılmış və cəhənnəmi onlar üçün hazırlamışdı. Ora nə pis aqibətdir. Fəth surəsi 6-cı ayə. Deməli, Allahın qəzəbinə gələnlər öz küfürlərindən əlavə həm də tutduqları yolda inadkarlıq edir, haqqa qarşı çıxır, hətta imkan düşdükdə peyğəmbərləri incitməkdən belə əl çəkmirlər. Bu barədə Allah-u Teala belə buyurmuşdu: Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurmuşdur. Çünki onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun səbəbi də budur ki, onlar günah etmiş və həddi aşmışlar. Başqalarının hüquqlarını pozmuşlar. Ali İmran surəsi 112-ci ayə. Bəzi təfsirçilər belə hesab edirlər ki, yolunu azmışlar dedikdə xaspərəstlərdən olan kafirlər, Allahın qəzəbinə gələnlər dedikdə isə Yahudilərdən olan kafirlər nəzərdə tutulur. Onlar bu iki dəstənin İslama qarşı tutduğu mövqedən çıxış edərək bu cür nəticəyə gəlmişlər. Çünki Quranın bir çox ayələrində də açıq şəkildə buyurulduğu kimi, Yahudilər İslama qarşı həddən artıq ədavət bəsləyirdilər. Yahudi alimlərinin İslam dininin meydana gəldiyi ilk illərdə İslam təbliğatçılarından olmasına baxmayaraq qısa müddət keçdikdən, xüsusilə də Peyğəmbər Salavatullahın Məkkədən Mədinəyə hicrət etdikdən sonra onlar bu və digər səbəblərdən, xüsusilə də maddi mənafeyinin təhlükə altına düşməsi üzündən İslamın ən qatı düşməninə çevrilirlər. Onlar İslamın yayılmasının qarşısını almaq məqsədi ilə hər cür vəfasızlığa əl atırlar. Bunları nəzərə alaraq onların barəsində Allahın qəzəbinə gələnlər ifadəsi tam yerinə düşür. Lakin qeyd etməliyik ki, bu fikir ümumi məfhumun xüsusi fərdlərə şamil edilməsi kimi qəbul edilməlidir. Nəinki Allahın qəzəbinə gələnlər ifadəsini yalnız Yahudilərə aid etməliyik. Xaspərəstlərdən olan kafirlərə gəldikdə isə onlar İslama qarşı Yahudi kafirləri qədər sərt mövqedə olmamışdılar. Onlar sadəcə İslamı tanıyıb qəbul etmək baxımından azğınlıqda idilər. Ancaq ona qarşı heç də inadkarlıq etmir, mübarizə aparmırdılar. Yolunu azanlar ifadəsi də məhz onların barəsində işlədilmişdi. Lakin nəzərə almaq lazımdır ki, bu fikirdə ümumi məfhumun xüsusi fərdlərə şamil edilməsi kimi qəbul edilməlidir. Yəni, yolunu azanlar ifadəsini yalnız xaspərəstlərə aid etmək olmaz. Məsumlardan nəql edilmiş hədislərdə də Allahın qəzəbinə gələnlər ifadəsi, Yahudilər, yolunu azanlar ifadəsi isə xaspərəstlər kimi təfsir edilmişdi. Bir qrup təfsirçi isə belə hesab edirmiş ki, yolunu azanlar dedikdə özləri yolunu azmış, lakin başqalarını da bu yolundan azdırmağa çalışmayanlar, Allahın qəzəbinə gələnlər dedikdə isə özlərini yolunu azmaqla yanaşı, başqalarını da yolundan azdırmağa çalışanlar nəzərdə tutulur. Bu fikri başqalarının doğru yoluna yönəlməsinə mane olan şəxslər barəsindəki ayələrdə də təsdiqləyir. Qurani-Kərim bu barədə belə buyurmuşdu: Allahı qəbul etdikdən sonra onun barəsində söz güləşdirənlərin dəlili Rəbləri yanında batil və əsassızdır. Onları qəzəb və şiddətli əzab gözləyir. Şura surəsi 16-cı ayə. Belə hesab edirik ki, bu üç ehtimaldan ən əhatəlisi birinci ehtimaldır və demək olar ki, digər iki ehtimalı da özündə birləşdirir. Çünki digər iki ehtimal onun nümunələrindən sayılır. Buna görə də ayənin geniş məfhumunu daraltmağa ehtiyac yoxdur. Elhamdülillahi Rabbil aləmin. Fatihə surəsinin sonu. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.